Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina ellezî summiye fis semâvâti bi Ahmed ve fil aradîne bi Ebil Kâsimil Mustafa Muhammed. وعلى أهل بيته الأطيبين الأنجبين واللعنة الدائمة على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك. عليكم مني جميعا سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله وبركاته. İmam Hüseyin Aleyhisselam'ın özünün, yar-ı ensarının, bütün İslam şehitlerinin ruhuna salavat hediye eləyək. Yine de bir şer'i mesele işaret eləyək, ondan sonra keçib söhbətimizin davam eləyərik. Bugünkü toxunmaq istədiyim məsələ bundan ibarətdir ki, ət qismindən olan, yəni ətdən başqa qida məhsulları, yaxud da ki, yeməllər, içməllər, konfeti, şokolatı, nə bilim deyək, qatığı, bazara girdin, hər hansı bir şey götürürsən, yeməli, içməlidir, sokundan, şirəsindən, bu cür şeylər. Bunları arayıb araşdırmaq bizim vəzifəmizdir ki, içində nəcisdən, haramdan bir şey var ya yox. Girdim dükana, xüsusən kafir ölkələrində, Rusiyada, Avropada. Əlimi atdım, bir keks götürdüm, bir piçeni götürdüm, nə bilim şokolad götürdüm, bir sok götürdüm. Mənim vəzifəmdir ki, o şey ki, öz-özünə zahirən halal şeydir. Onu araşdırmaq mənim vəzifəmdir ki, bunun içinə nə qatıblar, nə qatmayıblar ya yox. Demək olar ki, bütün müştəhidlərimizin nəzəri budur ki, xeyr, müsəlmanın vəzifəsi deyil. Üsul dilindən desək, dilə şubuhat-ı mevduyada axtarışa ehtiyac yoxdur. İndi ki, onun zahiri halal, yeməli, içməli halal şeylərdəndirsə, ola bilsin həqiqətdə içinə nəsə bir nəcisdən ya haramdan bir şey qatıblar. Amma müsəlmanın vəzifəsi deyil ki, o qidaları araşdırsın ki, bu peçenin içində ya bu sokun içində, nə bilim bu şokolatın içində bir şey var ya yox. Çox təəssüflər olsun. Niyə görə bu sualı seçdim, yəni bu sualı cavabını istədim ki, aydınlıq gətirəm. Görürsən ki, bəzi möminlər Allahdan, Peyğəmbərdən, şəriətdən çox güya şəriətin qədrini bilirlər. Onu yemə haramdır, bunu eşidim, nə bilim, içində E220 var, bunda F nə bilim nə var. Cürbəcür oyun çıxardırlar. Əvvələn axtarmaq vəzifən deyil sənin. Allah Teala sənə rahatlıq qərar verib. Kullu şeyin ləkə tahir, kullu şeyin ləkə halal. Hər şey sənin üçün halaldır, paçdır. Ta haramlığın, nəcisliyin bilənə qədər. Əgər bildinsə də, qoy içində qalsın, cəmaatı niyə narahat edirsən? Cəmaat şokolad yer qoy yesin, konfet yer qoy yesin, peçeni yer qoy yesin, sok içir qoy içsin. Niyə görə desən ki, bunun içinə filan şey qatıblar? İçmirsən içmə, yemirsən yemə, narahat eləmə cəmaatı. Şərən də mümkün işqallıdır. Bəli, əgər bir nəfər hökmün bilmirsə, hökmü öyrətmək vəzifədir. Əgər bir nəfər məsələn elə bilir ki, pivə içmək halaldır, məsələn. Onun vəzifəni deyəsən ki, bu haramdır, bunu eləmə. Çünki o hökmdür, elə bilir ki, pivə halaldır. Amma əgər bilirsə ki, sok, şirə, nə bilim, peçeni, nə bilim, şokolad filan şey halal məhsuldur, içinə nəsə qatışmağından xəbəri yoxdur. Bunu vəzifə deyil ki, onu desin ki, bunun içinə filan şey qatıblar. Bir ara deyirdilər ki, o üstündə inək şəkili olan konfetlərdə nə bilim, donuz qatqısı var, nə vardı. Qardaşlardan biri dedi ki, mənim özümə şəxsən göstərdi telefonunda. Öz cibimdən dedi ki, $200 xərc çəkdim, göndərdim Türkiyədə xüsusi bir laboratoriyaya, heç nə çıxmadı. Cəmaatı yalandan zəhləsin tökürlər, cəmaatı narahat edir, filan şey var içində, filan şey var, bunu yemə, onu yemə. Ona görə xülasə, qısa konkret, o şeylər ki, şəriət onu zahirdə halal bilib, yeməlidir, içməlidir. Əgər, hətta lap içində şəkki də olsa, filan şey qatıblar, qatmayıblar, şəriət deyir, axtarma, axtarmaq vəzifəndir. Götür, ye, çıx, getsin o tərəfə. Haçan bilsən ki, haramdır, ya nəcisdir, onu da yeyə bilməzsən. Şək halında hamısı halaldır. Salavat deyə Peyğəmbər və Ali Peyğəmbərə. Euzu billahi mineşşeytanirracim. Ya eyyuhellezine amenu
İstecibu lillahi ve lirrasul izâ da'akum lima yuhyikum. Sadaqallahul aliyyul azim. Ey iman gətirənlər, Allah və onun rəsulu sizə həyat bəxş edən bir şeyə tərəf çağıran zaman onlara cavab verin. İslam dini həyata çağırır. İslam dini ən gözəl yaşam tərzinə çağırır. Ötən iki söhbətdə İslam dininin iqtisadiyyata baxışından danışırdıq və inşallah bugün həmən mövzunu tamamlayacağım Allahın izni ilə. Gəldik çatdıq bu nöqtəyə ki, İslam dini iqtisadi islahatı necə aparıb, necə proqram qurub ki, cəmiyyətdə iqtisadi problem yaşanmasın, fəsad baş verməsin, necə tənzimləməyə çalışıb. Birinci, heç şübhəsiz ki, istər nə qədər texnologiya qabağa getsə də, neynəsə də, axır məcburuq ki, insan olaraq yeyib içməliyik. Birinci fəsad hardan başlayır? Bazardan. Yediyimiz, içdiyimiz, geyindiyimiz paltardan bundan başlayır. Neyniriksə, texnologiya nə qədər qabağa getsə də, Peyğəmbər əsrində də həmən çörəklə əti yeyirdi, düyünü yeyirdi, indi həmən şey yeyirik. Texnologiyanın qabağa getməyi insan həyatının ehtiyacları o qədər dəyişməyibdir. Onda da məsələn fərzəndə xurmanın şirəsini qatırdı, bir şeyə şirin eləyib yerdi. İndi biz pesok qatırıq məsələn deyə tort bişiririk. Onda da şirinət vardı, indi də vardı. Ona görə də hətta bundan sonra da yenə də inkişaf eləsə, dünya nə qədər texnologiya qabağa getsə də, hökumətin, İslam hökumətinin, ya qeyri-hökumətin birinci vəzifəsi budur ki, bazara nəzarət eləsin. Bazar ki, əldən çıxsa, hamı dəyəcək bir-birinə. Ona görə də İslam dini bazara nəzarəti xüsusi bir məsələ kimi önə qoyubdur. Ki, bəzi rivayətlər oxuyacam, diqqət edin. Buyurur ki, Rəbiül Əbrarda nəql olunur ki, Kânə Aliyyun aleyhissalam yəmurru fissuq aləl ba'a fəyəqulu ləhum əhsinu ərxisu bey'akum aləl muslimin fəinnəhu ə'zamu lil-bərəkə. Həzrət Əmir aleyhissalam gəzirdi bazarı, qabaqda daha genişini oxuyacam bu məzmunda rivayət. Və cəmaata belə deyirdi, satıcılara belə deyirdi. Cəmaata yaxşılıq eləyin, cəmaatın evini yıxmayın. Cəmaatın ruzisi ilə, çörəyi ilə onun əhsinu, insanlıq eləyin, yaxşılıq eləyin. Ərxisu bey'akum. Satdığınızı insafla satın, vicdanla satın, ucuza satın. Əgərsə sən tutaq ki, məsələn deyək, 5 manata almışsan, 7-8 manata satanda normal bir pul qazansan, niyə onu 15 manata satasan? Normal qiymətə sat. Bahalaşdırma. Çünki bu sizin bərəkətinizi artırar. Ucuz satmaq bərəkət gətirər. Dünən də qeyd elədik, İslam iqtisadiyyatının digər iqtisadiyyatlardan köklü fərqi burasındadır ki, onlar hər şeyi maddədə görürlər. İslam isə başqa cür baxır. Pulun çoxluğu başqa şeydir, bərəkət başqa şeydir. Mümkündür biri 100 manat qazanar, Allah onun 100 manatını o qədər bərəkət verir ki, 1000 manatdan çox olar. Biri 1000 manat qazanar, o 1000 manat elə hay-hay ilə gələn, vay-vay ilə gedər. Bir yandan Allah eləmiş uşağı ya, yoldaşı, nə bilim, özü xəstəxanaya düşər, o 1000 manat, 1000 manat da qoyar, gedər əməliyyata. Amma Allah Taala mümkün o insanlara rəftarını görə 100 manata bərəkət verir, o 100 manat onun ehtiyaclarını qarşılayar. Həzrət buyurur ki, ucuz satın çünki o sizin ruzinizə bərəkət gətirər. Dünən də bu məsələyə elə belə ötəri toxundum, yenə də bu rivayətini oxuyum. Deyir ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin zamanında çıxırdılar şəhərdən, eşidirdilər karvan gəlib, məsələn şəhərin çölündə 10-15 kilometrlikdə alırdılar o bədayəni, yəni satılmaq üçün gətirilən malları gətirib bazarda bahasına satırdılar. Cəmaat gedib 100 kilometrlərlə, 1000 kilometrlərlə əzab çəkib səhralardan, o yandan, bu yandan əşya gətirib tez çıxırdı orada, bütün məsələn malı götürdü, aparıb satırdı. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm görəndə ki, bu artıq bazar iqtisadiyyatına zərər vurur, neynirdi? فَيَبْعَثُ عَلَيْهِمْ مَنْ يَمْنَعُهُمْ أَنْ يَبِيعُهُ حَيْثُ اشْتَرَوْهُ. Ona görə də deyir ki, indiki bunlar həyasızlıq eləyir, bu şəhərin o tacirə gedib orada tez qarşılayır ki, alsına gətirib cəmaata baha satsınlar. Özü qəsdən adam göndərirdi ki, həmən yerdəki almağa gəlirlər, satmın orada. Neynəyəm bəs? Hətta yənqulu haysu yuba'ut ta'am. Bazarın harasındakı o yemək satılır, həmən yerə qədər satmıyor. Gətir orada satın.
Niyə? Çünki ikinci əldə bir dənə də o tacirlər pul qoyacaqdı üstünə. Ta ki tacirlər, o fırıldaqçı tacirlər əşyaların üstünə pul qoymasın deyibən, Həzrət icazə vermirdi. Gətirin bazarın hansı yerində ki qida məhsulları satılır, orada birinci əl kimi satın ki üstünə qiymət gəlməsin. İmam Hüseyin əleyhissalam atası Əli əleyhissalamın halətini belə nəql edir. Buyur ki, İnnə Aliyyə ibn Əbi Talib salavatullahi və selamuhu aleyh rəkibə bəğlətə Rasulillah sallallahu aleyhi və alihi və səlləm əş-şəhba. Peyğəmbərin bir qatırı vardı, Şəhba adında. Əli əleyhissalam onu minərdi. Zahirən hər gün. Kanodu davamlı şəkildə. Neçə dənə rivayət vardı? Yəni mən birini oxuyacağam. Demək olar ki, Əli əleyhissalam hər gün bazara nəzarət edirdi. O qədər işi ilə, gücü ilə, müharibələr, siyasi məsələlər, yaxın uzaq ölkələrin siyasi xadimlərlə görüşlər, nə bilim nələr, hökumət adamının cürbəcür işləri var. Bununla yanaşı bazarı yadından çıxartmırdı. Hər gün demək olar ki, nəzarət edirdi bazara. Çünki fəsad oradan başlayır. Həzrət minərdi miniyinə, o Şəhba adlı qatırına, gəzərdi Küfəni. Fəəta suqən suqən, fəəta taqəl ləhhamin. Gəlib girərdi qəssablar yerə, ət satılan yerə. Fəqalə bi'a'la savtihi, ya mə'şərəl qəssabin, la tənxəu və la tə'cilul ənfus, hətta təzhəq. Ay qəssablar, heyvanın başını kəsəndə nəxən, o onurğa sütunun içindəki o iliyə deyirlər. Onu vurmuyor. Qoy canı çıxsın ondan sonra. Ta canı çıxmayana qədər başı bədəndən ayırmıyor, sümüyü sındırmıyor. Və iyyakum və nəfxə fil-ləhm. Sizə tövsiyə eləyirəm, məbadə əti şişirdəsiz, ətə üfürəsiz. İndi için şlank fason şeylərlə üfürürdülər ki, kök görsənsin heyvan, ya nə inirlərsə ətən oyun çıxardırlar ki, cəmaatı aldatmaq üçün. Həzrət Əmr əleyhissalam deyir, məbadə ətə üfürəsiz. فإني سمعت رسول الله صلى الله عليه وآله وسلم ينهى عن ذلك. Peyğəmbər bunu qadağan eləmişdi. ثم أتى تمارين, gələrdi xurma bazarına. فقال أظهر من رديء بيعكم ما تظهرون من جيده. Necə ki o piştaxtanın üstünə, o sərgilənən yerə, cəmaatın gözünün qabağına yaxşı xurmalarınızı qoyursunuz, o pis xurmalardan da qoyun. Altından var bəzi rivayətlərdə Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm keçirdi. Gördü ki, bir indi nəsə bir satır. Nə gözəl məsələn deyə, indi də burada deyirik bazarda. Pomidorun, almanın qəşəng yığır üstdən altı xarab. Həzrətin xoşu gəldi indi, xurmaydı, buğdaydı, nə idisə, üstün gözəl, nə gözəl əşyan vardı. İndi Peyğəmbər elə bilirdi, ya qəsdən əlin saldı içinə, çıxartdı içinə, gördü, içi xarabıymış. İçəridəki o satılan şey üstün gözəlləşdirib, içi xarab. Dedi ki, sən xainsən, sən müsəlmanlara qış eləyirsən, sən müsəlmanlara xəyanət eləyirsən. Həzrət buyurardı ki, necə ki, yaxşı xurmaları düzürsünüz bura, pisindən də düzün. Qoy görsünlər ki, bu yaxşıdır, bu da pisdir. Kim nə yalar öz bilər. Sümmə ətəs-səmmakin, qayıdıb gələrdi, girərdi balıqçıların bazarına. Fəqalə la təbi'unə illə tayyibən. Pak şeyləri satın, yəni halal balıqları satın. Bəzi rivayətlərdə var, çiynində Həzrətin iki başlı durrəsi vardı, durrədir, bir ağacı vardı, iki başı vardı. Hətta bəzi rivayətlərdə döyürdü, təpəsinə o balıq satanların vururdu ki, mən deməmişəm cəmaata murdar balıqlar yedirtməyin. Haram balıqlar, marmahi gəlib. Cirri və marmahi. Cirri bizdə elə biləm naxa balığı deyilər, naqqadır, naxadır, naxa balığı. Marmahi də ilan balığı. Həzrət Əmir əleyhissalam görəndə ki, satırdılar, təpəsinə vurdu balıq satanların ki, mən sizə deməmişdim ki, cəmaata mundar şey, haram şey yedirtməyin. Dedi ki, insanlara pak şey yedirtdirin. Və iyyakum və ma həlfən və yaxud taffən. Böyük ehtimal ki, taffən daha ya. Ölüb su üzəri çıxmış balıqları cəmaata yedirtməyin. Çünki o haram balıqlardır. Sümmətəl kənnasətə. Küfənin o mərkəzi meydanına gələrdi. Fəizə fiyhə ənva'ut ticarə. Həzrət görək ki, cürbəcür insanlar, cürbəcür bazar qurublar, satırlar. Min nuhasin və min mai'in və min qammatin. Bəziləri gümüş əşyalar satır, gümüş qablar, nədir? Mis qablar satır, bəziləri içkilər satır, mayələr satır, bəziləri qammat, baxdım, deyir ki, uşaq bələyi təxminən bu mənada bir şey satırlar. Və min bayi ibər, bəziləri yenə sap satır və min seyrəfi, bəziləri pul dəyişirlər və min hənnatin buğda satan, hənnat ya buğda satan ya da hənut satan, hər ikisi ola bilər. Böyük ehtimal ki, buğda satan deməkdir. Və min bəzzazin parça satan, fənada bi'a'la savtih. Həzrət Əmir əleyhissalam uca səsi ilə belə deyərdi. İnnə əsvaqəkum hadihi yəhduruhəl əyman. Eşitmişəm ki, bu bazarlarınız dolub yalancı adlarına. And olsun Allah'a ki, heç mayası filan qədərdir, nə bunu aldım, buna satdım. Quran-ı Kərim nə buyurur? La təcəlullaha ordətəlli əymanikum.
Allahın adın özünüzün o belə deyək də o hiyləgərliyiniz üçün bir vasitəyə qərar çevirməyin. And içəsən cəmaatı aldadasan ki, istədiyi sata biləsən. Həzrət buyuradı ki, eşitmişəm sizin bazarlarınız Allah adı ilə and içməklə dolubdur. Fəşubu əymanakum bis sadaqa. Buyurur ki, o yalancı antlar keçir ya həqiqi antlar keçirsiniz, Allah adından istifadə edirsiniz. Şubu yəni ixlitu, qarışdırın bis sadaqa, sədaqə ilə. Yəni sədaqə verməyinə yununtum təmizləyin. Və kəffu anil həlf. And içməkdən çəkinin. Fə innəllaha la yuqaddisu mən hələfə bismihi kazibən. Allah Taala onun adına yalandan and içənləri müqəddəs eləməz, ona bərəkət verməz, onu özündən uzaq eləyər. Həzrət Əmir əl-Müminin salavatullahi və səlamuhu aleyh, Malikəşləri rıdvanullahi aleyh, Misrə hakim göndərəndə bildiyiniz kimi ona bir əhdnamə verir. Və mən inanmıram ki, sözün həqiqi mənasına inanmıram ki, istər İslam hədisləri içində, istər qeyri-İslami göstərişlər içində dövlət idarəçiliyində ondan yuxarı bir dənə sənəd olmuş olsun. Qeyri-mümkündür. Və bunu iddia eləyirəm ki, heç kəs bunu tapıb çıxarda bilməz ki, necə dəqiq sözlərə işarə olunur. Sözün həqiqi mənasında əgər vicdanı olsaydı Avropanın, Amerikanın, onu öz qanunları üçün də əsas götürərlər. Çünki Əli-İslam təkcə orada müsəlmandan danışmır. İnsan həyatının tənzimləyici qanunundan danışır. Bəşəriyyət üçün verib o qanunu. Əli-İslam təkcə Şiənin ya müsəlmanın imamı xəlifəsi deyil ki, Əli-İslam Allah Taala bəşəriyyət üçün, varlıq aləmi üçün imam göndərmişdi. Çoxlu tövsiyələr eləyir, çoxlu göstərişlər verir Malikə və gəlir çıxır tacirlərin məsələsinə. Sonra buyur ki, orada belə buyurur. Bəzi yerdən kəsmişəm, bəzi yerdən oxuyacağım. Thumma stawsi bit-tujjar və zavis sinaat və awsi bihim xeyra. Sənə tövsiyə eləyirəm. Tacirlərin və istehsalçıların qədrin bilginən onların və cəmaata da denən ki, onların qədrin bilsinlər. Onların boynumuzda haqqı var. Mikrofon satan, mikrofon düzəldən, minbər düzəldən, telefon düzəldən, bunlar hamısının boynumuzda haqqı var. Əgər mən bu gün durub Allahımın şəriətini cəmaata başa salıram, bunlar bir vasitədirlər. Onların da bizim boynumuzda haqqı var. Mənim onun boynunda haqqım varsa, onun da mənim boynumda haqqım var. Yeməyimiz, içməyimiz hamısı o tacirlərin hesabına dolar. Gedib əziyyət çəkirlər, o ölkədən, bu ölkədən mal vurub gətirirlər. Buyurur ki, həm özün onların qədrini bil, həm də cəmaata da deyin ki, onların qədrini bilsinlər. Hansı ki deyir ki, minhum el-muqim minhum vel-muttarib, istər şəhər daxili alver eləyənlər olsunlar, ya öz malı ilə, canı ilə şəhər bə şəhər, səhra bə səhra, dəniz bə dəniz keçib, əzab-əziyyət çəkib mal gətirən insanlar olsunlar. Sonra buyur ki, deyir, ənnə fi kəsirin minhum dıйqən fahişən. Amma Malik ehtiyatlı ola, o tacirlərin çoxu fasik facirdirlər. Dıйqən fahişən, çox sıxıntı, istəyirlər ki, sıxsınlar cəmaatın məişətin. Və şohhən qəbihən və bir çoxunda da tamah çoxdur. Çoxlu tamahkardır o tacirlər. Və ihtikarən lil mənafi'. Onlar tacirlərin bir qismi deyir ki, nədirlər? İhtikar əhlidirlər, möhtəkirdirlər. Azəbə möhtəkirçilik deyir, möhtəkirlik. Yəni monopoliya. İslamda ən böyük haramlardan biri nədir? Monopoliya, ihtikar. Qəti şəkildə çoxlu hədislər vardır ki, İslam hökuməti onları necə rəftar eləməlidir, necə cəzalandırmalıdır, nə etməlidir? Xülasə deyir ki, onların bir çoxu çalışır ki, əlində olan satdığı əşyalar indi yeməkdir, içməkdir, pal-paltardır, nə bilim, yağdır, hər nə düyüdür. Vuracaqlar ambarlara, ta ki qiymət qalxsın, satsın. Diqqətli ola malik onların barəsində. Yəni, tacirlərin bir qismi yaxşıdırsa, bir qismi nədir? Xarabdırlar. Və təhəkkümən fil bəyyiat. İstəyirlər ki, bu yolla, ehtikar yolu ilə, möhtəkirliyi o bazarın durumuna nəzarət eləsinlər ki, öz əllərində olsun, necə istəyirlər, o cür fırlatsınlar o qiymətləri. Və zəlikə babu məzarrətin lil-ammə. Və bu, möhtəkirlik, monopoliya, cəmaatın ümumi mənfəətinə çox zərərli bir şeydir. Və eybun ələl-vulat və eyni zamanda da siyasətçilərin, hökumət başçıları üçün eyibdir. Əgərsə bir bazarda bahalıq oldusa, hamı kimin üstünə gedəcək? Hökumət başçısı kimdir? O şəhərdə, kətdə, məmləkətdə, onun üstəki. O da eyibdir sən üçün. Tacirlərin elədiyi hərəkət axırda Malik sənin ayağa yazılacaq. Sən hökumət başçısının, sən icra hakiminin ayağına yazılacaq. Vulat üstündə eyibdir bu şey. Fəmnə minəl-ihtikar. İhtikardan, möhtəkirlikdən cəmaatı saxla, tacirləri saxla. Var rivayətdə ki, İmam Sadiq əleyhissalam iki nəfəri zahirən Misrə alverə göndərdi. Yəni malın onlara tapşırdı. İmam üçün elə bil apardılar alver eləməyə. Getdilər, gördülər Misirdə həmən maldan azdı bazarda.
Vurdular ambarlara, satmadılar. Məsələn, bir həftə gözlədilər, 5 gün gözlədilər, 10 gün gözlədilər. Biraz da bazarda qıtlıq oldu. Məsələn, 2 qat, 3 qat bahasına satdılar. Gəlirlər sevinə-sevinə İmam Sadiq əleyhissalama ki, ağa, məsələn fərzən deyək, sənin malın məsələn deyək 100 min dollar olacaqdı, biz görsə 300 min dollar gətirmişik. Məsələn deyirəm rəqəmi. Həzrət çox narahat oldu. Sən cəmaatın ruzisi ilə çörəyini oynayıbsınız. Mənim o birinci bazara girdiyiniz qiymət nə idi? Həmən qiymətlə mənim pulumu verin, qalanı mən istəmirəm. Aparın, qaytarın cəmaat. Kimdən alıbsa aparın, hara verirsə verin. Mən istəmirəm onu. Mən çörək qazanacam, cəmaatın boğazından kəsə-kəsə, İmam Sadiq əleyhissalam ki, mən onu istəmirəm. Fəinnə Rəsulullah sallallahu aleyhi və aleyhi və səlləm mənə min. Peyğəmbər də ehtikarı, monopoliyanı qadağan edir ki, yığıb saxlayasan, başqasına icazə verməyəsən, satmağa ki, bahalaşsın. Vəliyyəkunil bey-beyən səmhən. Alver rahat olsun, yüngüllü olsun, bir məvazini ədl, ədalət üzərində qurulsun. Və əsar la tuchif bil fəriqeyn minəl ba'i vəl mubta' və qiymət elə olsun ki, bazarda nə satıcıya zərər vurmasın, yəni satıcının da haqqı zayi olmasın. Hökumət Malik səni göndərmişəm Misrə, gedib cəmaatın tacirlərin də məsələn deyə qazancı ilə oynamaq ilə ki, yox, sən hökmən 5 manata almısan, 6 manata satmasın. Bəlkə 6 manat onu sərf eləmir. Nə qoyduğun qiymətlər, nəzarət elədiyin bazar alverçiyə zərər vurmasın, tacirə zərər vurmasın, nə də cəmaata. Hər ikisinin haqqın gözləginə, ədalətə riayət eləginə. Fəmən fariqə hukrətən bə'də nəhyikə iyyah fənəkkil. İndi ki, gördüm bəziləri sənin qadağalarına baxmadı, yenə də həyat üçün zəruri olan ehtiyacları yeməkdir, içməkdir, nə bilim deyə zəruri ehtiyaclar da olur. Yığıb ambarlara satmaq istəmirlər, ehtikar eləyirlər, monopoliyanı biraz da şiddətləndirirlər, öz əllərinin altında saxlamaq istəyirlər bazarı. Nəkkil bihim. Cəzalandır şiddətli şəkildə. Nəkkil və aqib. Nədir? Onları cəzalandır. O nə? Fi qeyri israfin, amma Allahın hüdudlarını keçmə. Allah nə cəzası təyin edib, İslam nə əmri vermişdi, hansı formada, o cür cəzalandır, onu o tərəfə keçməklə. Cəzalandır, amma israf eləmə. Deməli, onda birinci islahat işi budur ki, Əli əleyhissalam özü də, mümkündür deyək, indi o bir imamlara imamət satmayıb deyim, bilmirik. Amma bunu bilir ki, digər imamlar da Əli əleyhissalamın yolunu gedəcəkdilər. Birinci islahat hardan başlayır, iqtisadi islahat, bazardakı qiymətlərin düzgün şəkildə saxlanılması. İkinci, torpaq islahatı. Bildiyimiz kimi İslamda torpaqlar bir neçə qismdir, yərhəmukumullah. Bir ənfal torpaqlar var, bir qeyri-ənfal torpaqlar. Ənfal torpaqlar odur ki, birbaşa imamın, peyğəmbərin, hökumət başçısının mülkündədir o. Ənfal, yəsəlunəkə anil ənfal, qul ənfalu lillahi və rəsul. Xüsusi torpaqlardır ki, dağların başı, sıldırım qayalar, dərələrin içi, dərələrin yaxın bir yer. O yerlər ki, əkin-biçin sahələri deyirlər. Həmən torpaqlar ənfal torpağı deyil, onlar birbaşa Peyğəmbər və imamın, yəni hökumət başçısının nəzarətində olmalıdır. O, cəmaata dəxaləti yoxdur. Amma əkin-biçin üçün mümkün olan torpaqlarda iki cürdür. Bir dəstəsi ənvədir, bir dəstəsi qeyri-ənvədir. Ənvə yəni İslam dini gələndən sonra İslam qoşunlarının qılıncı sayəsində, müharibə sayəsində almış torpaqlardır. Qılınc gücünü almış torpaqlar. Bu torpaqlar heç kəsin mülkü olmur. Bütün müsəlmanlar qiyamətə qədər onda müştərəkdirlər. İslam qanunlarla danışıram, amma demiyorum ki, məsələn, filan belə elədi, bəhmən kəs belə elədi. Mən qanun səviyyəsində danışıram. Ənvə torpaqlar İslamda nədirlər? Bütün müsəlmanların mülküdür. Hardakı sabit oldu? Məsələn, İraq, məsələn, İran, məsələn, Azərbaycan. Bu torpaqlar qılınc gücünü alınmış torpaqlardır İslam qoşunları tərəfindən. Deməli onda bu torpaqları ki satıb alırlar, gərək mənfəəti satılıb alınsın. Özü yox, özü bütün müsəlmanlarındır. Tutaq ki, Afrika, Azərbaycan, nə bilim nə. Hansı yerə ki, İslam qoşunları qoşun çəkib qılınc gücünü alıblarsa, o torpaqlar hamısı ənvə torpaqlardılar və bütün müsəlmanlar onda müştərəkdilər. Mənim Afrikadakı torpaqlarda payım var, Afrikanın Azərbaycandakında, Azərbaycandakının İraqdakı payım var, İraqdakının İrandakında pay vardı. Hamısı nədir? Müştərəkdilər. Satılıb alınanda müştəriklər nə deyirlər? Torpağın mənfəət haqqı satılıb alınmalı. Torpaq o satılıb alına bilməz, çünki onlar fəth olunan zaman nədirlər? Amir torpaqlar ki alınırdılar, kafirlərdən ələ keçdi, amir idilər, yəni əkin-biçin qabiliyyəti vardı, o bütün müsəlmanlar arasında müştərəkdir. Ənvə torpaqlar. Amma əgər həmən o ənvə torpaqlar, yəni müsəlman ölkələrinə daxil olan zaman muhiyyat deyirlər, məvat idilər, ölü torpaqları idilərsə, İslam qanunlarına görə o, əl-ərdul məyyitə limən əhyaha qaydası var fiqdə. Ölü torpaqlar kimindir? O şəxslərindir ki, onu dirildəcəklər. Deməli, torpaq islahatı çox mühüm bir şeydir və həddən artıq İslam diqqət eləyib.
Əgər baxsınız hədislərə maşallah geniş bəhsi var. Mümkün biz bəzi xaricdə təxminən o müştərəkat bəhsində torpaq məsələsində yalan olmasın bəlkə də bir 4-5 ay məsələn bəlkə də dayandıq həmin torpaq məsələsində. Çox həddən artıq geniş bəhsləri var və əcib qərib rivayətlər vardı onun barəsində. İstəmirəm çox vaxtı tutam. Qəsdim budur ki, torpaq islahatı da İslamda iqtisadiyyatın çox mühüm əsas təməllərindən biridir ki, İslam çox diqqət eləyib. Ben rivayete dikkat ediyorum. Der ki Muhammed ibn Müslim nəql edir. Səltu anişşira min ardil yəhudi və nəsara. Qalə leysə bihi bə'sun. Dedim ki, Yəhudi və Xristiyanlardan torpaq almaq olar. Dedi ki, problem yoxdur. İlan qal və əyyuma qavmin əhyav şeyən minəl ard əv amiluhu fəhuvə əhəqqu biha və hiyə ləhum. Hər kəs bir ölü torpağı dirildərsə, hamıdan haqlıdır və onun mülküdür və ona məxsusdur. Ölü torpağı kim dirildərsə, yəni daşlı, çınqıllı, zirzibilli yer, çol-ços, əkilib becərilməyən yerlər, kim dirildərsə o torpağa can verərsə, onu əkib biçilmək qabiliyyətinə gətirərsə, o şəxsə mülküdür. O islahatlardan biri torpaq islahatına çox mühüm məsələdir. Diqqət edin, görün İslam necə dəqiq nöqtələr deyib. Buyurur ki, Ən Yunus anil abdi salih, yəni İmam Musa Kazım aleyhissalamdan qalə innəl arda lillahi ta'ala cəələha vəqfən əla ibadih. Yer, göy hamısı Allahındır, torpaq da Allahındır. Allah bu torpağı bəndələrinə vəqf veribdir, vəqf eləyibdir. Fəmən attalə ərdən thələsə sinin mütəvaliyə li qeyri ma'illətin uxizət min yədihi və dufiyət ilə qeyri. Hər kəs bir torpaq onun əlində ola, 3 il üzrü olmadan əkib becərməyə, İslam hökumətinin haqqıdır ki, onu alıb versin, başqası əksin. Niyə? Çünki o Allahın neymətini zay eləyir, tətil eləyir. Əgərsə 1 hektar torpağın varsa, 1 hektardan nə qədər 3 ildə məhsul olacaqdır? Sən İslam iqtisadiyyatına zərbə vurubsan. 3 il əgər həmən torpağı deyəs, İmam buyurur ki, əgər əkib becərmədisə, onda ondan alınmalıdır, əkib becərənə verilməlidir. Xülasə bu cür həddən artıq maraqlı hədislər vardı. Digər bir barədə, yəni torpaq və torpaqla bağlı məsələdə buyurur ki, Ən Əbil Həsən əleyhissalam, zahirən bəlkə də İmam Rıza əleyhissalam, qalə səəltu ən ma'il vadi fəqal innəl musliminə şürəkə fil ma və nar vəl kələ. Çox mühümdür bu söz, çox mühümdür. Gətirin bir dəqiqə. Deyir ki, imamdan soruşdum dərələrdən axan sular barəsində. Həzrət buyurdu ki, bütün müsəlman, yəni bütün müsəlmanlar suda, odda və otlaqlarda müştərəkdirlər. Yəni sənin dədön malı deyil. Əgər Allah örüş xəlq eləyib orada, buranı mən otaracam, sən otarma, belə bir şey yoxdur. Hamının malı var orada. Bir var sənin şəxsi həyətindir, sən hansısa bir qanun çərçivəsində sənə verilir, onunla işimiz yoxdur. Gedəsən durasan Allahın örüşündə, deyəsən bura mal çıxartmacla, bura qoyun otarmacla, burada malları buraxmacla mənimdir, belə şey yoxdur ki. Kələ bütün müsəlmanların müştərək malıdır. Çayların suyu bütün müsəlmanların müştərəkdir və ənnar, isti, od. İndi o dövrdə odun yandırırdılar. Mümkündür dairəsini biraz genişləndirsə nə olacaq? Yəni neft, yəni qaz, yəni nə? Yəni daş kömür. Bunlar da müsəlmanların müştərək malıdır. Yəni İslam hökumətinin vəzifəsidir ki, ədalətlə bunu bölüşdürsün. Nəinki bir dəstəsi yesin nefti, qazı, o birlər az qalsınlar. İnnəl musliminə şürəkə fil ma'i və'n nari vəl kələ. Bütün müsəlmanlar suda, odda və otlaqlarda müştərəkdirlər. Yaxşı, bunlar dedi ki, İslami islahatlardılar. Bəs istər-istəməz bu fəsad baş verəcək. Fəsadlar hansı cəhətdən baş verir və İslam o fəsadları ortadan qaldırmaq üçün hansı tədbirlər görür? Təbii ki, bunlar məsələlər geniş-geniş məsələlərdir. Yəni 40 dəqiqə, 30 dəqiqəlik bir şey deyil. Mən elə belə ötəri adlarını oxuyuram və qısa işarə ilə üstündən keçirəm. Birinci, İslam iqtisadiyyatı, hər hansı iqtisadiyyatı demək İslam. İqtisadiyyatı məhv edən şeylərdən biri israfdır. İsraf, yəni yersiz xərclər. Tutaq ki, məsələn, fərzən belə deyə, gedirik toylara, gedirik, nə bilim, yaslara. Əgərsə mənim qarnım bir kasa bozbaşla, bir qap pul oyla dolacaqsa, o süfrənin üstünü doldurur toylarda 50 cür yemək qoyur. Nəyə lazımdır bu? Elə yaxşı yeməyin birin verginə, tutaq ki, deyək, o pullu verginə kebabı, əgər məsələn, cəmaatın çox kebab yeyir. Böyle kebab yesinlər. Niyə görə zibil yeşikləri də olsun həmən o Allahın neymətlərinə ki, hansı həm günahdır, Allahın neymətini aparıb tökürsən önə, həm də ki, öz pula zərər vurursan. İsraf. Xüsusən də görübsünüz də videolarda, ərəblərdə, bu boyda qazanlarda, nə bilim, ləyənlərdə pul oybüşün üstünə dəvəni qoyub belə, biçqa gedib aparıb tullayır o tərəf bu tərəfə. Allahın neyməti daxı bu. İslam iqtisadiyyatına zərbə vuran əsas şeylərdən biri nədir? İsraf.
və İslamla ondan dəhşət mübarizə aparıb. Hətta rivayətdə var ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm gördü ki, Səd ibn Muaz zahirən dəstəmaz alında suyu çox işlədir. Dəstəmazı Allahın dəstəmazı ki, namaz qılacaq. Uzaqbaşı məsələn fərzən deyək ki, 1 litr, 2 litr artıq su işlədə bilər də. Dedi, ma hadə sərəf ya Səd. Səd, bu nə israfçılıqdır? Dedi, əfi vudu'in sərəfun ya Resulillah. Dəstəmazda da israf var. Həzrət buyurur ki, vələv kuntə alə nəhrin cari. Hətta geniş bir çayın sahilində də olsun, yenə də israf eləməklə. Dəstəmazı 3 ovuc su lazımdır. Uzaqbaşı 4 ovuc, 5 ovuc toyuqla. Bəziləri girir hamama, saatlarla çıxa bilmir, nədir qusul verəcək. Allah nə inirsən o qusulu? Yəni, Peyğəmbərdən belə pak olacaqsan. Peyğəmbər bir sayla qusul eləyirdi. Yəni 3 kilo ilə, 1 kilo başına, 1 kilo sağına, 1 kilo soluna. 15 dəqiqə su tökülür, oradan bu hamamdan çıxa bilmir. İsraf da Allahın neymətidir. Hər kəsən, hər bir şəxs hamamda tutaq ki, məsələn deyək, 10 litr əvəzinə 50 litr su işlədən də vurun milyonlara görün, hara gedib çıxır. İndi mən misal deyirəm, işıq da o cürdür, digər neymətlər də, yemək də, içmək də, hər toya gəl təzə paltar alsın. Niyə bula, nə üçün axı? Bu nə bidətdir ki, hər toya təzə paltar geyməlidir. Hamısı israfdır bunlar. Nəysə, ribanın cəmiyyətə vurduğu zərər ki, ən dəhşət qorxulu zərbə hardan gəlib, hələ özümüzdən Azərbaycana danışıram. Tək-tük ev taparıq ki, banka borcu olmasın. Özdə hamısı sələmli banklardılar. Azərbaycanda İslami bank yoxdur ki, Allah rızası üçün borc versin. İnnellezine ya'kulun riba la yaqumun illa kema yaqumul-lezî yetexabbatu şeytanu minel mes. O insanlar ki, riba yeyirlər, qiyamətin günündə cin toxunmuş insan, şeytan toxunmuş insan kimi gələcəklər. Quran bu cür deyir. Cin toxunan insan belə-belə gələr də normal gələ bilmir ki. Sən ki, insanların həyatını bərbad elədin, yolla yerir, beynində fikir, mən bu borcu necə ödəyəcəm? Ağlı özündə yoxdur. Sən ki, onu dəli gününə qoydun, Allah deyirsən, dəli kimi gətirəcəm, cin toxunmuş insan kimi gətirəcəm qiyamətdə. Yıxıla dura gələcəksən. Yaxşı, İslam ribanı qadağan elədi, sələmi qadağan elədi, əvəzinə nə verdi? Əvəzinə çox gözəl şeylər verib. Əgər İslamımızın dəyərini bilsək, muzarəbə halaldır, cualə halaldır, şərikə halaldır, musaqat halaldır, sülh halaldır. Hər birinin geniş bəhsləri vardı İslamda. Deməli, insan eləyə bilər ki, bir balaca özünə zəhmət versə, o şəriətin hökmlərini öyrənsə, elə o ribadan qazandığın halal yolla da qazancı üslubları var İslamda. Amma istəmir. Nədir, otursun bankda, kondisionerin altında, ağ köynək, kalistuq, nə bilim nə, cəmatın malını yesin. Ehtikar biraz danışdıq, möhtəkirlik, yəni monopoliya İslamda qadağandır və özünün mübarizə üslubları vardı. Sonra İslam bədbəxt ilə nədir? İqtisadiyyatı aldatma, qış və tədlis. Hökmən deyil, yeməkdə, içməkdə olsun. İstər yeməkdə deyək, almanın yaxşısını yığır, ya pomidorun yaxşısını yığır, üstə altdan xarabını satır və yaxud da ki, telefonun. Alırsan, ta ki, məsələn, fərzən deyək, bu telefon falan şey, bir də görsən ki, bu saxta firmanın düzəltdiyiymiş. O da bir qışdır, o da tədlisdir. Aldatmaq, fırıldaq gəlmək. Saxta pullarla alver, saxta pullarla müamilələr ki, İslamda qəti şəkildə qadağan olmuş şeylərdəndir. Elə bilmən indi var. Saxta dollar, saxta euro, nəm saxta manat. Yox, elə o dövrdə də vardı. O dövrün pulları daha qiymətlidir. Qızıl və gümüş pullardır ki, saxtasını düzəldirlər cəmaatı aldatmaq üçün. İslamda kəskin hədislər və kəskin qadağalar vardı saxta pullarını alverləmə. Çünki İslam iqtisadiyyatı neyinir? İqtisadiyyatı məhv eləyən ki, İslam iqtisadiyyatını. Məkasib oxuyanlar bilirlər. Məxşuş pullarla alverləmə hökmü nədir? 6-cı nöqtə ki, burada qeyd eləmişəm, İslam iqtisadiyyatına zərbə vuran hər hansı bir cəhətə görə təbəqələnmə, təbəqələndirmə. Yəni, bu hökumət adamıdır, bu molladır, bu filankəsdir, o belənçidir, kimlərəsə görə cəmiyyətdə fərq qoymaq. Bu da iqtisadiyyatı pozan şeylərdən biridir. Ki, Həzrət Əmir əleyhissalam belə deyək, bəlkə də hökumətinin dağılmağına səbəb olan şeylərdən biri buydu ki, bilə-bilə ki, bu iş hökumətin dağılmağını aparıb çıxardacaq, amma yenə də mübarizə apardı. Yəqin ki, oxumusunuz, eşitmişsiniz, filmdə də bəzi şeylər görmüşsünüz. Təlhə Zübeyrin əsas iddiası nə idi əleyhissalam? İddialarından biri nə idi? Dedilər ki, mənə də məsələn deyək, 100 manat beytülmaldan pul ayırmısan, qulamıma da, mənlə gətirmirsən ya Əli, mənə də beytülmaldan, yəni müsəlmanların beytülmalından, yəni ümumi büdcəsindən, mənə də 100 manat verirsən, mənim quluma da. Bu ədalətdir.
Əleyhissalam deyəndə ki, yaxşı, nəyə görə sizi üstün tutum? Bizim İslamda sibqətimiz var, biz cəmaatdan qabaq qılınc vurmuşuq, eləmişik, belə eləmişik. Dedi ki, qılınc vurmaq deyir, hamıdan çox qılıncı mən vurmuşuq. Sibqət deyir, hamıdan qabaq sibqət məndədir. Mən xəlifətül muslimin, müsəlmanların rəhbəri, bu boyda ölkənin rəhbəri, qəmbərimə neçə manat yazıramsa, özümə də o qədər manat yazmışam, ondan artıq götürməmişəm. Təbəqələnmə yoxdur mənim hökumətimdə. Amma gəldi ki, bu hökumət adamları da filan qədər versinlər. Bu vələm yesirdi, fəqirdi, füqarada onun heç nə yoxdur Beytülmaldan. Belə bir şey yoxdur. Cəmiyyətin iqtisadını bərbad edən şeylər nədir? İctimai təbəqələnməyə görə dövlət malının bölgüsü ki, məhv edir cəmiyyəti. Ki, Əli əleyhissalam qatı mübarizə apardı. Həzrət Əleyhissalam özü bilirdi, deyirdi, mənim hakimiyyətimi sizə sərf eləməyəcək. Ömərin dövründə ərəblər çox pul alırlar, əcnəbilər az. Niyə farsları ittiham eləyirlər ki, güya farslar belə elədirlər? Farslar zülmdən bezdilər də. Gördülər Ömərin dövründə əcnəbidə fars demir. İndi Türkiyədə vardı, farsı da vardı, qeyri ərəblər. Ömər məsələn fərzən deyək, ərəbə 2 manat verirdisə, farsa 1 manat verirdi. Onlar da bezirdilər ondan ki, mən də həmən işi görmüşəm. Niyə görə o ərəb olduğu üçün 2 manat almalıdır, mən 1 manat almalıyam? Amma Əli əleyhissalam hakimiyyətə gələndən sonra yığışdırdı o təbəqələnmə məsələsini ki, Allahın hökmü bərabərdir, Allahın bəndələri hamısı bir-birinə bərabərdir və eyni şəkildə bölünməlidir. Yaxşı, bir-iki dənə şey sayaq ki, fəsad baş verəndən sonra İslam hansı yolla bu fəsadı ortadan qaldırmağa köməkçi yollar görübdür? Birinci, əmr eləyib İslam nəyə? İqtisada, yəni qənaətçiliyə. Maşallah hədislər var qənaətçilik barəsində. Vaxtımız yoxdur, ona görə oxumuram. Qənaətçilik çox mühümdür. İstər şəxsi həyatında, istər ictimai həyatda bir müdür kimi, nə bilim, bir ölkənin başçısı kimi, əgər qənaətçiliyə yol verilərsə, insan bir çox problemi həll edə bilər o məsələ ilə. Dua və bir sıra əməllərə əmr eləmək ki, bu insanın iqtisadiyyatını düzəldir və həddən artıq çox təsiri var. Əli əleyhissalam dua kumelinə deyir və ya mən ismuhu dəva və zikru şifa çıxdı yadından və dua müminin silahıdır. Dua müminin silahıdır hər şeydə. İstər xarici düşmən olsun, batini düşmən olsun, fəqirli ki düşməndir. Bunlar hamısı mühümdülər. Və tarixdə yüzlərlə, minlərlə muridlər var ki, nə qədər problemə düşmüş insanlar müşkülü nə ilə həll edib? Dua ilə. Var bir rivayətlərdə ki, bəzən imamlardan dua istəyəndə, Həzrət buyurur ki, duadan da sənə bir faydalı bir şey deyim. Mümkündür bu bəzi insanlar gülməli gələcək bu şeylər. Amma bunların bir həqiqəti vardı. İstəsəydi, istəməsəydi. Dünən dedim, bu aləm bir sistemdir. O sistemin bir hissəsiyik biz. O sistemi də Allah bilir, Peyğəmbər və imam bilir. Dedi ki, hər cümə günündə bığı və dırnaqları tut, Allah ruzuyu artıracaq. Duadan da daha çox fayda verəcək. Xülasə, bir sıra məsələlər ki, ictimada fəqirliyi və iqtisadi problemləri həll eləmək üçün şəriət yol göstəribdir. Üçüncüsü, varlılardan cürbəcür formalı vergilərlə alıb fəqirlərə paylamaq. Xumsu o cürdür, zəkatı o cürdür. Digər məsələn vergilər bu cürdür ki, varlıların pulundan dövlət büdcəsi dolur və dövlət öz büdcəsində olan pulları fəqir füqaraya bölməklə cəmiyyətdə olan problemi ortadan aparır. Bunlar hamısının geniş-geniş bəhsləri vardır. Dördüncüsü, müstəhəb sədəqələri əmr eləmək. Nə qədər hədis var sədəqə barəsində? Hər kəs öz qardaşına, mömin qardaşına əl tuta, ona yardım eləyə, hədiyə verə, fəqirə pul verə, yetimə pul verə, öz cibindən. Yəni, xumsundan zəkatına əlavə. Bunlar nə qədər görür ki, cəmiyyətdə, elə günün bu gündə də nə qədər yaxşı insanlar vardır ki, imkanlı insanlar yüzlərlə, minlərlə insanları əl tuturlar. Hansı ki, mümkündür xumsun zəkatını verib, xums zəkatdan əlavə. Nəyin hesabına? Həmən bu hədislərin, bu ayələrin hesabına. Allah sədəqə verənə falan savabı verər, gecənin sədəqəsində falan qədər savabı var, gündüzün falan qədər. Bunlar hamısı eyni zamanda ahirətə bir savabdırsa, dünyada da cəmiyyətdə olan iqtisadi pozuntunu ortadan qaldırmaq üçün bir dənə önləyici tədbirdir, profilaktik tədbirdir İslamda. Beşinci nöqtə ki, burada qeyd eləmişəm, o da bundan ibarətdir ki, müflisliyə gəlib çıxmış insanları, yəni bankrot olmuş insanların İslam hökumət tərəfindən həcr olunmağı və onun borclarının İslam belə deyək də büdcəsindən ödənməsi. Əgər biri elə bir borca düşübsə İslamdakı artıq onun öhdəsindən gələ bilməyəcək. Tutaq ki, bunun əgər qazancı ayda 500 manatdır. Nə hansısa bir problemdən getdi düşdü məsələn deyək 100 minin borcuna. Bu 100 mini hardan ödəyəcək? Gündə gəlirlər evinin qabağında söyürlər, döyürlər, təhqir eləyirlər. İslam uzun bir proqramcısıdır. Dərhal İslam hökuməti tərəfindən həmən şəxsə həcr qoyulacaq. Yəni bütün
əlinin altında olan əmlakından istifadə haqqı alınacaq, xüsusi adam təyin olunacaq üstünə. Özünə zərurət olan qədər yeməyindən, içməyindən, evindən, maşından nə qədər zərurəti həmən yer saxlanacaq. Qalan bütün əşya satılıb borclarını ödənəcək. Qalan hissəsi tutaq ki, məsələn 100 min borcu var idi. Buna lazım olan miqdar ev əşyalarından, məsələn fərzən deyək ki, yarısını saxladılar, yarısını satdılar, yarısı elədi 50 min. 50 min ödədilər. Yerdə qalan 50 min hardan ödənəcək? Zəkatın bir hissəsi ki var borca düşmüş insanlar, həmən o hissəsindən bunun Beytülmal tərəfinə ödənəcək ki, ta ki o iqtisadi vəziyyət durum gün-gündən pisə getməsin. Niyə? Çünki iqtisadi vəziyyətin pisləşməsi başqa cinayətlərə də yol açır. 5 gün, 10 gün qapısına durdu, söydü, döydü. Axırda ya o bunu vurub türməyə düşəcək, ya bu onu vurub türməyə düşəcək. Ona görə İslam bir sistem qurubdur ki, bu sistem əgər əməl olunarsa ondan yaxşısı heç vaxt təsəvvür oluna bilməz. Salavat deyə Peyğəmbər, vali Peyğəmbərə. Bu bir sıra məsələlər idi ki, işarə elədi ta ki, dinləyicilər. Mən qəsdim vardı bu söhbətləri açmaqda, çünki sosial şəbəkələrdə çox qabağımıza çıxır ki, İslam ancaq ağlamaq dinidir, İslam ancaq nə bilim, cənnətdən danışır, cəhənnəmdən danışırsınız, araq içmə falan şey olacaq. İslam güya həyat deyil. Ona görə qəsdən bu söhbəti qoydum, mümkün elə dal davam eləyəcək ki, İslam həyatdır, İslam yaşam tərzidir. İslam ahirətə önəm verdiyi kimi dünyaya da önəm veribdir və hər cəhətdən önəm verib, hər bir sahədə də ən yaxşı sözü deyib və ən yaxşı qanunu gətirib qoyub ortaya. Bu gecə isə Aşura gecəsidir, ağlamaq gecəsidir, hüzün gecəsidir, kədər gecəsidir. Hətta bəzi alimlərdən nəql eləyirlər, deyir ki, bu gecədə xüsusi olaraq sədəqə çıxardarmış İmam Zaman əleyhissalamın sağlamlığı üçün. Deyirmişlər, niyə belə eləyirsən? Deyirmiş ki, qorxuram Həzrətin başına bir iş gələ. Çünki bu gecə elə bir formada ağlayır, elə bir formada müsibət, elə bir dərd keçir, elə bir qəlbində qəm yaşayır ki, qorxuram Həzrətin başına bir iş gələ. Onun sağlamlığı üçün qəsdən bu gecə sədəqə verirəm ki, Həzrətin başına bir iş gəlməsin. Biz dərk eləmirik. Minbərdə 5 dəqiqə, 10 dəqiqə ağladı, yenə həmən həyatımızdır. Amma Ovliyaullah dərk eləyiblər. Sözün həqiqi mənasını dərk eləyiblər ki, yəni Aşura nə deməkdir? Tələbələrdən birinin çıxışında gördüm, heyfdir bu sözü, maraqlı sözdür. Deyir ki, biz qumda oxuyanda birdən Afrikanlı tələbə danışırdı. Deyirdi ki, biz Afrikanın bu ucqar yerlərində balaca bir şiyə kəndidir, ya nədirsə, məsələn deyək, 15-20 il buna qabaq internet yoxdur ki. Deyir, biz bilmirdik, o təqvimdən zatdan da xəbərimiz olmadı. Amma kətdə bir dənə mömin kişi var idi. Elə ki, deyirlər ki, evinə girib kədərlənir, bilirdi ki, Aşura gəlib. Hər gün ki, qaba Aşuraya tərəf gedirdi, o kişi tamam başqa bir hal alırdı. Aşura günü tamamilə dəyişirdi, bilirdi Aşura günüdür. Biz bədbəxtlik başa düşmürük Aşura nə deməkdir. Amma Allahın vəliləri istər Afrikanlı olsun, istər Amerikalı olsun, fərqi yoxdur. Allahın dostları hər yerdədir. Onlar başa düşürlər Aşura nə deməkdir və Aşura gecəsi nə deməkdir. Ona görə istəyirəm bu gecənin halətin bəzilərini oxuyayım, bəzilərini nəsdən deyim. Bilək ki, İmam əleyhissalam bu gecə nə çəkibdir. Ravi deyir, gördü İmam əleyhissalam oturub da həmən gecə ki, yəni bu gecədə səhərisi ki, Aşura olacaqdı. Qılıncın itiləyə-itiləyə belə oxuyur. Ya dəhr uffin ləkə min xəlili. Ey zamanə, tüpürüm sənə, of, yəni bezmişəm səndən, bu mənada da yəni. Min xəlili, sən nə pis dost demişsən, uffin ləkə min xəlili, kəm ləkə bil işraqi vəl asili. Sənin nə qədər parıltılığın, nə keçəriliyin vardı. Min sahibin və talibin qatili. Bəziləri də ki, yoldaşdır, bəziləri bir ölüm axtarışında onun dalıcan gedir. Və dəhru la yəqnəu bil bədili. Və bu zamanə heç kəsi aparanda onun yerinə əvəzin aparmır. Hər kəs öz əcəlinin girovundadır, o əcəli onu aparır. İnnəməl əmru iləl cəlili, iş qalıb Allaha və kullu həyyin saliku səbili. Və hər bir diri bu yolu getməlidir, ölüm yolun getməlidir. Deyir ki, Həzrət 2 dəfə ya 3 dəfə eyni bu şeiri tamamladı, təkrarladı. Və xəfəqətinil əbrə, bunu İmam Səccad əleyhissalam buyurur. Və ləzimtu sükut, atamın bu sözünü eşidəndə bütün bədənim titrədi, sakitliyə qərq oldum. Əlimtu ennəl bəla qəd nəzəl, bildim ki, artıq ölüm yaxınlaşıbdır. Bibim Zeynəb bu sözü eşidəndə töküldü qızlar, gəlinlər, hamısı başladılar ağlaşmağa.
Biri İmam Hüseyin əleyhissalamın qıçını qucaqlayır, biri əlini öpür. Ağa sən niyə görə ölümlə belə danışırsan? Bəlkə heç ölüm olmadı. Xanım Zeynəb əleyhissalam buyurdu ki, "Vahsəkla leytəl mevte a'dəmenil həyat." Kaş ölüm məni aparaydı, bu sözləri səndən eşitməydim Hüseyin. Ağlaşdılar qızlar, gəlinlər. Həzrət buyurdu ki, ya uxta, təəzzəy bi'əzaillah va'ləmi ənə əhləl ərd yəmutun. Bacıcan, Allahın əzası ilə əzalan, yəni Allahın qəza və qədərinə razı ol. İnnə əhləl ərd yəmutun. Yer üzündə heç kəs salamat qalmayacaq, hamı öləcək. Və əhləs səma la yəbqun. Göydəkilər də öləcək, qalan şey yoxdur. Və kullu şeyin halikun illa vəchəh. Allahdan başqa hər nə varsa hamısı ölüb gedəcək. Və li kulli muslimin bi rasulillahi usvetun həsənə. Həm mənim üçün, həm də bütün müsəlmanlar üçün Peyğəmbərin həyatında, ölümündə bir ibrət vardı. Əgər Peyğəmbər ölübsə ki, hamımızdan üstündə, hamımız öləcək. Bu dünyada heç kəs qalmayacaq. Bu cür sözlərlə qızlara, gəlinlərə tövsiyə verdi, onları sakitləşdirdi. Yavaş-yavaş həzrət çıxdı. Əmr elədi ki, xeymələri bir-birinə yaxınlaşdırın. Qoy hücum olanda qorumaq daha rahat olsun. Əmr elədi ki, xeymələr yaxınlaşdırılsın və özü həzrət çıxdı xeymələrin arxasını axtarmağa ki, hansı yerdə boşluq vardı, hansı yerdən düşmən hücuma keçə bilər. Nafi ibn Hilal Rıdvanullahi aleyh imamın böyük səhabələrindəndir. Hətta bir təhqiqatçıdan eşitdim ki, qətlən ki, Nafi ibn Hilal çox eşitmişsiniz bu gecənin əməli üçün. Deyir ki, Nafi ibn Hilal Həzrət Əmir əleyhissalamın 3 müharibəsinin üçündə də iştirak eləmişdi. Cəməldə də döyüşmüşdü, Siffində də, Nəhrivanda da döyüşmüşdü. Əli əleyhissalam deyir, xalis şiyələrlə, özüm araşdırmamışam. Və həmən günü gözləyirdim. Mümkün də Əli əleyhissalam xəbər vermiş ki, sən Hüseynin şəhidlərindənsən. Xəbəri vardı bu hadisədən ki, necə olacaq. İmam əleyhissalam ki, çıxdı yavaş-yavaş xeymələrin arxasını gəzir, hardan düşmən hücum eləyə biləcək. Nafi deyir ki, düşdüm Həzrətin dalıcan. Gördüm, Həzrət birdən döndü, baxdı ki, mənə baxdı. Dedi, Nafi, hara gedirsən? Mən dedim ki, salam verdim ki, yəbnə Rəsulillah, əfza'ni xurucukə ilə cəhəti muaskəri hədə tağı. Dedim ki, ağa, sənin gördüm ki, bu xeymələrin arxa tərəfinə keçib düşmən ordusundan tərəf getməyin məni narahat elədi, qorxdum sənin barəndə. Və sənin arxanca gəlməyin də istəyirəm ki, sənin yanında olan belə. Həzrət buyurdu ki, yox, mən hələ döyüşmək məqsədim yoxdur, istəyirəm ki, bu giriş-çıxışlara baxam ki, hardan düşmən hücum eləyə bilər, onu baxıram mən. Deyir ki, Həzrət yaxınlaşdı, mənə tutdu əlimdən. Qabidun əla yədi Nafi və yəqul, hiyə vallah, vədun la xulfə fih. Həzrət əlimdən tutduğu halda baxdı, indi səmada nə əlamət vermişlərdi ki, and olsun Allah ki, həmən gecədir ki, vədəsi verilir, burada xulf yoxdur. ثُمَّ قَالَ لَهْ أَلَا تَسْلُكُ بَيْنَ هَذَيْنِ الْجَبَلَيْنِ فِي جَوْفِ اللَّيْلِ. Nafi, bu iki dağı görürsən, qaranlıq gecədir, geç bu dağların arasından, öt gedicinən canı qutarcınan. Və təncu bi nəfsik, kişi də vicdana bax. فَوَقَعَ نَافِعٌ عَلَى قَدَمَيْهِ يُقَبِّلُهُ. Nafi bu sözü eşidən kimi dərhal oturdu Həzrətin ayaqlarını öpməyə, başladı Həzrətin ayaqlarını qucaqlayıb öpməyə. Və yəqul, səkələtni ummi innə seyfi bi əlfin və fərəsi misləh. Ağa, qurban olum sənə, mən bu döyüşü neçə illərdir gözləyirəm. 1000 dinara at almışam, 1000 dinara da qılınc almışam. Fəvallahilləzi mənnə bikə aləy, la farəqtukə hətta yəkillə ən fəriyin və cəri. Nə qədər qılıncım əlimdə sınıb düşməyib, nə qədər atım döyüşə getməkdən yorulmayıbsa, mən səndən çəkməyəcəm, hara gedirəm mən? Mən neçə illərdir bu arzu ilə yaşamışam. Deyir, yavaş-yavaş qayıtdı xeymələrə tərəf. Həzrət getdi bacısı Zeynəb əleyhissalamın xeyməsinə. Mən de çöldə durmuşam. De gördüm, bacı qardaş söhbət eləyirlər. Xanım Zeynəb əleyhissalam qardaşına belədir. Həl ista'ləmtə min əshabikə niyyətəhum fə in əxşə ən yuslimukə indəl vəsbə. Qardaş, bu əskərlərini, bu ordunu yoxlamısan, qorxuram düşmən hücum eləyəndə səni tək qoyub qaçalar. Xanım Zeynəb əleyhissalam Əli əleyhissalamın İmam Həsən əleyhissalam məzlumiyyətin yaşamışdı Küfəlilərdən. Görmüşdü ki, qardaşının başına nə oyun gətiriblər, atasının başına nə oyun gətiriblər. Dedi ki, qardaş, qorxuram bu əskərlərin səni tək qoyub qaçarlar düşmən hücum eləyən zaman.
فقال لها والله لقد بلوتهم فما وجدت فيهم إلا أشوس الأقعس. Bacım narahat olma, mən bu əsgərlərimi bir sınamışam. And olsun Allah ki, onların hər biri əşvəsul əqəs. Əşvəs yəni şücaətli, döyüşə qorxmadan gedən. Əqəs də başı dik, şücaətli, yəni təxmin eyni mənalı sözlərdilər. Yəstənisunə bilməniyyəti duni istinasət tıfli ilə məhalibi ummi. Bunlar mənim yolumda ölməyə olan həvəsləri, sevgiləri körpə uşağın anasının döşünə olan sevgisindən yuxarıdılar. Uşaq necə öz anasının döşünü sevər ki, ondan bircə olsun. Bunlar mənim yolumda ölməyi o cür sevirlər. Nafi deyir, elə ki bu sözləri eşitdim, qaça getdim. Kimin yanına? Şeyhul Əshab, Həbib ibn Məzahirin yanına. Həbib. Dedi, nədir Nafi? Ətəytu Həbib ibn Məzahir və həkəytu ma səmi'tu min. Qalə Həbib, vallahi ləv lən təzarə əmrih la'acəltuhum bisəyfi hâzihil leylə. Dedi, and olsun Allah'a ki, əgər tələsməyə icazə versəydi, Həzrət bu gecə ilə müharibə eləyib bu kafirlərlə döyüşərdim. Dedim ki, Əli qızı Zeynəb narahatdır. Qorxur ki, biz xəyanət eləyərik. Elə ki, Həbib bu sözü eşitdi və nada ya əshabəl həmiyyə və liyusəl kərihə. Ey qeyrətli kişilər, ey döyüşlərin aslanları, Əlinin qızı narahatdır sizdən. Qorxur ki, Hüseyni tək qoyasınız meydanda. فَتَتَالَعُ مِنْ مَضَارِبِهِمْ كَلُسُودُ الدَّارِيَ. Yırtıcı aslanlar kimi xeymələrindən çıxdılar ki, ləbbeyke ya Həbib deyib. İçlərində Bəni Haşim cavanları da var idi. Həbib deyib cavanlara baxdı, Bəni Haşim cavanları deyib, atam anam sizə fəda olsun ey Haşimilər. Siz qaydın, sizlə işim yoxdur. Mən əshabla danışıram. İrci'u ilə məqədikum la səhərət uyunukum. Allah sizin gözünüzə bədbəxtlik göstərməsin. Gedin siz, mənim sizin işim yoxdur. Thummeltefete ilə əshabih. Əshaba belə dedi. Nafi'nin dediklərini təkrar edir. Fəqalu bi əcma'ihim vallahillezî menne aleynə bihâzel mevquf. Ləvlə intizâr əmrih lə'acəlnahum bi suyufinə əs-sa'a. Əgərsə icazə verilsəydi təcil eləməyə, tez getməklə indi gedərdi, canımızı qurban verərdi. Fatib nəfsən və qarra aynən. Qəlbin rahat olsun, gözün nurani olsun. Heç narahat olma. Fəcəzzahum xeyrə. O da ki, cəzakumullah xeyrən dedi. Və qalə həlummu mə'ili nuvacihən nisvə. Və nutayyib xatirəhünnə. Dedi, onda gəlin məndən gedək xanım Zeynəbin xeyməsinin yanına, qızların, gəlinlərin xeyməsinin yanına. Onları arxayın eləyək ki, Hüseynin əshabı xəyanət eləməyəcəklər. Fəcahəbi və mə əshabı və sah. Ya məşərə hərâiri Resulillah. Hâzi savarimu fityanikum. Ey peyğəmbər qızları, ey peyğəmbər gəlinləri. Bu sizin qabağınızda qurbanlığa hazır olan cavanlarda durublar. Ələv əllə yəğmidu illə fi riqabi mən yuridu su'ə fikum. And içiblər Allaha ki, bu qılıncların hamısını düşmənlərinizin boynuna qoysunlar. Ona düşmənlərinizi qırmayana qədər, canlarını tapşırmayana qədər Hüseynin əl çəkməyəcəklər. Və hâzi əsinnetu gilmanikum əqsəmu əllə yərkizuhə illə fi suduri mən yəfriqu nadikum. Bunlar əlindəki o nizələrin düşmənlərinizin qəlbinə sancmayana qədər Hüseyndən əl çəkməyəcəklər. فَخَرَجْنَا النِّسَاءِ إِلَيْهِمْ بِبُكَاءٍ وَعَوِيلٍ وَقُلْنَا أَيُّهَا الطَّيِّبُونَ. Xanım Zeynəb əleyhissalam və qızlar, gəlinlər çıxdılar təşəkkür eləməyə. Dedilər, ey Allahın pak bəndələri, hamuən bənatı Resulullah. Peyğəmbər qızların, peyğəmbər gəlinlərini himayət eləyir. Və hərâir əmiril müminin. فَضَجَّلْ قَوْمْ بِالْبُكَا حَتَّى كَأَنَّ الْأَرْضَ تَمِيدُ بِهِمْ. Elə ağlaşma baş verdi, elə bil sanki qiyamət qopacaqdı. Deyir ki, fəxəfiqəl Hüseyin xəfqətən sümməstəyqəz. Həmən gecən səhərə yaxın idi, İmam Hüseyin əleyhissalam bir anlığa bir yuxuya getdi. Və əxbər əshabəhu bi ənəhu rəa fi mənami kilabən şəddət əleyhtən həşu. Həzrət ayıldı, dedi ki, yatdım, yuxuda gördüm, itlər mənim üstümə hücuma keçiblər. Və əşədduha əleyhi kəlbun əbqa. Ama o itlerin içinde bir it vardı, alabuladı bedeni, şimri değildi, Allah lanet eləsin. Hazret buyurdu ki, o itlerin içinde bir it vardı, mənə hücum eləyəndən əbqa idi. Və innəl-ləzi yətəvələ qətlə min haula rəculun əbrəs. Mən arxayınam ki, məni öldürən həmən o alabula it idi, o olacaq. Və ennəhu rəa Resulullah sallallahu aleyhi və aleyhi və səlləm bə'də zəlikə və mə'hu cəmaatu min əshabi. Deyir ki,
O yuxunu görəndən sonra ardınca başqa bir yuxu gördüm, cəddim Resulullah'ı gördüm. Bu gecənin sözünü diqqət edin. Və huvə yəqulu ləh, əntə şəhidu hədil ümmə. Hüseyin, bala, sən bu ümmətin şəhidisən. Və qad istəbşərə bikə əhlus səmavat və əhlus safih əla. Göylər sənin yolu gözlərsən. o iğrənc dünyada, Yezidin rəhbəri elədiyi dünyada bir şey yoxdur. Göy əhli hamısı səni səbirsizliklə gözləyirlər Hüseyin. Vəl yekun iftaruka indilleylə. Narahat olma, bu gecə səmada, cənnətdə mən baba ilə birlikdə iftar eləyəcəksən. Axşam yeməyinə mənim qonağımsan. Vəl yekun iftaruka indilleylə əccil və la tuəxir. Tez gəlcinə Hüseyin, darıxmış yox sənin üçün. Fəhəzə mələkun qəd nəzələ minəs-səma liyəxudə dəməkə fi qarurətin xadra. Bax, bu mələki görürsən, Allah Teala bu mələki müvəkkəl eləyib ki, xüsusi bir qabla cənnətdən gəlib, sənin mübarək qanını doldurub aparsın səmaya Hüseyin. Göy əhli hamısı sənin intizarındadır, sənin yolu gözləyirlər. Əla la'nətullahi aləl qavmiz zalimin fəsəyələmullezine zələmu əyyəmun qələbin yənqəlibun. İlahi Pərverdigara, səni and verir izzətinə, cəlalına, böyüklüyünə, Allahlığına. Allah səni and verir Hüseynin Kərbəlasına, Hüseynin Aşurasına, Hüseynin qəhrəmanlarına. İlahi Pərverdigara, İmam Zaman əleyhissalamın zuhurunu təcil eləməklə bütün məzlumlara nicat bəxş elə. Dünyanı ədalətlə doldur. Zülmün kökünü yer üzündən kəs. Pərverdigara, İslamı, İslam düşmənlərinə qalib elə. Amerikanı, İsraili, bütün İslam düşmənlərin zəlil-i xar elə. İlahi Pərverdigara, ölənlərimizin ruhunu şad elə, qalanlarımıza can sağlığı ver. Əgər bu məclislərdə savabımız varsa, ölənlərimizin ruhunu şərik elə. Övladı olmayanlara salih, sağlam övladlar nəsib elə. Xəstəsi olan, dərdi olan, iltiması döyülən hacətlərin rəva elə. Maddi sıxıntısı olanların sıxıntıların qüdrət əli ilə həll elə. Pərverdigara, ağla gələr gəlməz bəlalardan özümüzü, ailəmizi, sevdiklərimizi qorucunan. İlahi Pərverdigara, o dualar ki eləməliyik ağlımıza gəlmir, dilimizə gəlmir. Sən bilirsən biz ona möhtacıq, onlar da bizim barəmizdə müstəcab elə. Bin nəbiyyi və alih və bil fatihəti məəs salavat.